Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men velah, amma ba'd. Möhtərəm dinləyicilər, hamınıza Allah Azze ve Celle'nin salamı ve bereketi olsun. İnşallah kısa bir hatırlatma edeceğim bugünkü görüşümüzdə. O hatırlatma ki, ümid edirəm ki, həm mənə, həm sizə və bütün dinləyicilərə inşallah faydalı olur. Bizlər dünyaya gəldiyimiz zaman bəllidir ki, dünyaya gəldiyimizdən etibarən yeriyə bilmirik, danışa bilmirik, özümüzün işlərini idarə edə bilmirik, danışa bilmirik, hətta yemək yeyə bilmirik. Hamısında başqalarının köməyinə ehtiyacımız var. Və zamanla böyüdükcə, həyata açıldıqca insan yeriməyə başlayır, danışmağa başlayır, özü yeməyə başlayır, işlərini görməyə başlayır və s. kimi şeylər. Yəni, insan zaman keçdikcə çatışmayan cəhətlərini doldurmağa və kamilləşdirməyə başlayır. Demək istədiyim odur ki, biz bir müsəlman olaraq görəsən kamilləşməyimizi, dini baxımından mükəmməl olmağımızı düşünürükmü? Bu bizim üçün önəmlidirmi? Necə ki, insan balaca olduğu zaman əsas hədəfi məsələ yerimək olur. Biraz böyüdüyü zaman əsas hədəfi məktəbi bitirmək olur. Biraz böyüdüyü zaman əsas hədəfi özünü idarə edəsi, mülkə, mala sahib olmaq olur. Və yaxud hədəflərindən biri iş tapmaq olur. Və s. kimi. Demək istədiyim odur ki, biz müsəlman olaraq böyüdükcə, yaşa dolduqca, ilərlədikcə, görəsən dinimizlə ilgili düşünürük ki, biz kamilliyə doğru mu gedirik, sabit kimi, yoxsa hər gün dəyişirik kimi, bir gün günahlar, bir gün savablarla məşğuluq. Biz gün geçdikcə, Allaha yaxınlaşdıqca, hər keçən gün qəbrə yaxınlaşdıqca, hesab meydanına yaxınlaşdıqca imanımız artırmı, sabitləşirikmi, yoxsa daha da mı zəifləyirik? Görəsən, bir müsəlman olaraq bu bizim dərdimizdirmi? Demək istədiyim odur ki, qiyamət gününə yaxın insanların halı sabit olan insanların sayı çox az olacaq. İnsanlar axşam başqa, səhər başqa cür olacaqlar. İnsanlar hər an dəyişəcəklər. Bugün biz bunların bir çoxlarını görməkdəyik. Dünən bizlə çiyin-çiyinə durub namaz qılanlar, bugün bəzən yoldan keçəndə bizi görməməzlikdən gəlirlər. Çünki baxırsan ki, namazı tərk eləyib. Bugün hər hansı bir xeyir işlə məşğul olanlar sabah baxırsan ki, böyük günahların içində batıb gedirlər. Nə üçün bu şeylər baş verir? Bəyən bunlar bizi bir müsəlman kütləsi olaraq düşündürürmü, düşündürmürmü? Məsələ budur. Onun üçün bu məsələnin problemini, bu məsələnin çözümünü axtardığın zaman, insanları da dinlədiyimiz zaman, deyilən fikirləri nəzərə aldığımız zaman yanlış və doğru olan bir çox fikirlər görürük. Yanlış olan fikirlərdən biri odur ki, bəziləri deyir ki, bu adam yaxşı idi, pul tapandan sonra çaşdı, qudurdu. Bəziləri deyir ki, bunlar yaxşı idi, vəzifə tapdıqdan sonra tapdı, qudurdu, görməməzlikdən gəldi, dini inkar elədi. Bəziləri deyir ki, bu insan xəstə idi, Allaha inanırdı, sağaldı, sağlamlığına qovuşdu, ondan sonra başladı çaşmağa. Bəziləri deyir ki, cavan idi, ağlı kəsmirdi, ona görə məscidə gedirdi, dindarların arasında idi, böyüdü, boya başa çatdı, iş adamı oldu, ona görə çaşdı. Bunların hamısı düşüncəmə görə yanlış fikirlərdir. Onun üçün ona görə ki, qardaşlar, mal, pul, vəzifə, gücə qovuşmaq, sağlığa qovuşmaq, bu şeylər həqiqətən insanın kimliyini dəyişdirmir. Bu şeylər sadəcə insanın gerçək kimliyini ortaya çıxardır. İnsanlar var, kasıb olanda özünü fərqli aparır, xəstə olanda özünü fərqli aparır, nə bilim, iş olmayanda özünü fərqli aparır. Bu fərqli apardığı şey odur ki, gerçəyini gizlədir. Amma o şeylər ki, o adama verilir, onda o insan dəyişmir. Sadəcə o insan gerçək sifətini ortaya qoyur. O insanın həqiqəti ortaya çıxır. Ona görə burada gen məsələsi var, burada təməl məsələsi var.
Burada əsil məsələsi var. Əsil olan insanları, təməli olan insanları nə malı, nə pulu, nə vəzifəsi, nə gücü, heç bir şeyin dəyişdirməsi mümkün deyil. Sadəcə və sadəcə əziz qardaşlar, məsələyə bu şəkildə yanaşsaq, biz baxarıq ki, bugünkü gündə əgər bir insan düşünürsə ki, sabit qalsın, təməl məsələlərini, inanc prinsiplərini möhkəmləndirməlidir. Hər əsən küləyin qabağında titrəyən yarpaq kimi olmamalıdır. Küfr əhlinin yanına gedəndə küfr əhli kimi davranmaq, iman əhlinin yanına gedəndə iman əhli kimi davranmaq, münafiqlərin yanına gedəndə münafiqlər kimi davranmaq, günahkarların yanına gedəndə onlar kimi davranmaq bir kişinin, bir prinsipi olanın, bir inanc davası olanın, geni sağlam olan bir insanın sifəti ola bilməz. Ona görə burada məsələ təməldir. Hər zaman övladlarımızı tərbiyə eləyəndə, ətrafımızdakı insanlara öğüt nəsihət eləyəndə, hər zaman təməl məsələlərini düzəltməmiz lazımdır. Təməl doğru oldusa, sən o adamdan heç zaman qorxma ki, bu insan vəzifə, mal, pul görəndə çaşacaq. Xeyr, təməli düzgün olan adamları bu şeylər çaşdıra bilmir. Təməli pozuq olan insan isə özünü müəyyən bir səviyyə qədər, müəyyən bir müddətə qədər, müəyyən bir hədəfinə çatana qədər gizlətə biləcək. Lakin o şeyləri gördüyü zaman o insanın gerçək sifətləri ortaya gələcək. Muhammed sallallahu aleyhi və səlləm ona görə buyurur ki, insanların ən şərlisi iki sifət insanlardır. İki sifət. Bunun yanına gedir başqa sifətdir, onun yanına gedir başqa sifətlə olur. Bu onu göstərir ki, iki sifət insanların sabit qədəm olması mümkün deyil. İki sifət olan insanların təməli, geni sağlam olması mümkün deyil. Həmişə təməl məsələlərinə önəm vermək lazımdır ki, insan sabit qalsın. Sabit qalmaq üçün qısa olaraq söhbəti uzatmadan bir neçə nöqtəyə toxunacağım. Onlara həyatımız boyunca diqqət etməmiz lazımdır. Əgər sabit qədəm qalmaq istəyiriksə, təməlli bir müsəlman olmaq istəyiriksə, dünyada gələn fırtınalar, fəsadlar, fitnələr bizi təməl inanclarımızdan kənarlaşdırmağını istəmiriksə, bəzi məsələlərə fikir verməliyik. 1. Həyatda çalış, İslam'a girdiyin zaman, hər hansı bir İslami elmini öyrəndiyin zaman, hər hansı bir Allahın əmrini yerinə yetirdiyin zaman bunu ixlasla elə. Əsla və əsla heç bir dini təməli, dini mətləbi kiminsə xatirinə eləmə. Və ikincisi, çalış Allah Azza və Cəllənin əmr elədiyi şəkildə İslam dinini yaşa. Nəfsına xoş gələn şəkildə deyil. Allah Azza və Cəllə Hud surəsində buyurur, Fəstəqim kəmə umirtə. Əmr olunduğun şəkildə get Allahın yolunda. Bu deməkdir ki, sən qadınsansa, hicab taxırsansa, möminsənsə, dini məsələlərə uyursansa, nəfsinə görə, nəfsi istəklərinə görə deyil, nazil olan şəriətə görə hərəkət eləməlisən. Muhammed sallallahu aleyhi və səlləmlə bir sahabə nəsihət istəyir. Hədis Sahih Müslimdə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qul əməntu billahi thumməstəqim. De ki, Allah'a iman etdim, sonra onun əmr etdiyi şəkildə get bu yolda. İkinci məsələ, həyatda kimliyinizi qorumaq istəyirsinizsə, təməl müsəlmanlardan olmaq istəyirsinizsə, təməli sağlam olan insanlarla oturdurun. Geni pozuq insanlarla, təməli pozuq olan insanlarla oturub durub dostluq eləyib həyatınızı zayi eləməyin. İnsana bu yaşadığımız dönəmdə ən çox təsir etdiyi şeylərdən biri oxuduğu kitablar, dinlədiyi insanlar, oturub durduğu adamlardır. Üçüncü məsələ, çalışın həyatınızda, gündəlik həyatınızda az da olsa faydalı elm öyrənməyə çalışın. Həmçinin çalışın Allah Azza və Cəlləni zikr eləyin, tələb olunan ibadətləri gözəl şəkildə yerinə yetirin. Və heç bir zaman başqa müsəlmanlardan nəsihət istəməkdən çəkinməyin. Sizə bir insan nəsihət elədiyi zaman üzünə bozarmayın, üzünə ağarmayın. Xoş sifət göstərin ki, davamlı şəkildə sizdə hər hansı bir xələli görəndə sizə doğru olan şeyləri göstərsin. Allah Azza və Cəllədən diləyirəm ki, bizləri sabit qədəm, doğru və dürüst müsəlmanlardan etsin. Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu.